Salam, hər vaxtınız xeyir olsun, hörmətli şagirdlər. Mən Mirzəzadə Yelmar. Şagirdlərin əksəriyyətinin çətinlik çəkdiyi, başa düşmədiyi bir mövzunu konkret şəkildə izah edəcəm. İzahımız fonetika ilə bağlı bir izahdır. Sözün hərf və səs tərkibi. Sözün hərf və səs tərkibi arasında fərq iki cür olur. 1. Kəmiyyət fərqi, 2. Keyfiyyət fərqi. Kəmiyyət fərqi ilə başlayaq. Kəmiyyət fərqi deyəndə dedik ki, say nəzərdə tutulur. Məsələn, fikir verin, təbiət sözü tələffüz zamanı təbiət olub, yəni səs artıb. Səhvətdə Xalaoğlu sözü tələffüz zamanı olub Xaloğlu, səs düşümü hadisəsi baş verib. Keyfiyyət fərqi, səs dəyişimi ilə bağlıdır. Hər hansı bir cingit samit karlaşıbsa, kar samit cingitləşibsə, sait dəyişibsə, bu artıq keyfiyyət fərqidir. Məsələn, kitab sözü tələffüzdə kitab olub, p ilə əvəzlənib. Onda sizə bir tapşırıq verəcəm. Fikir verin, qonaqlıq sözünü yazıram. Bu sözün yazılışı ilə tələffüz arasında, belə deyək də, səslə hərf tərkibi arasında kəmiyyətmi, yoxsa keyfiyyətmi və ya hər ikisi mi, həm kəmiyyət, həm keyfiyyət fərqi olub olmadığını rəy bölməsinə yaza bilərsiniz. Videonun altındakı rəy bölməsinə öz fikrinizi yaza bilərsiniz. Videomuzu bəyənin, şərhlər yazın ki, bu videoların ardı gəlsin. Sağ olun.